Salam hər kəsə. Bugünkü fizika dərsimizin mövzusu vakuumda elektrik cərəyanı. Keçən mövzumuzun izahına vakuum içərisində heç bir atom və molekul olmayan mühitdir. Sonra vakuum ideal dielektrikdir. İdeal dielektrik isə o elektrik cərəyanı ümumiyyətlə keçirmir. Səbəb isə sərbəst yüklü zərrəciklərin olmamasıdır. Və bilirik ki, elektrik cərəyanının yaranması üçün mütləq mühitdə sərbəst yük daşıyıcı olmalı və həmin mühitdə elektrik sahəsi yaradılmalıdır. Bəs bu proses vakuumda nə cür baş verir? Yəni, vakuumda elektrik cərəyanı yaranması üçün həmin vakuuma süni yolla sərbəst yüklü zərrəciklər daxil edilməli və həmin mühitdə elektrik sahəsi yaradılmalıdır. Vakuumda sərbəst yüklü zərrəciklərin mənbəyi kimi metaldan istifadə olunur. Bilirik ki, metallar kristal quruluşa malik olub, kristal qəfəsin düyün nöqtələrində müsbət ionlar və həmin ionlarla qarşılıqlı təsirdə olan sərbəst elektronlardan ibarətdir. Və sərbəst elektron metalı tərk etməsi üçün həmin ionlarla olan qarşılıqlı təsir qüvvəsinə, yəni Coulomb qarşılıqlı cazibə qüvvəsinə üstün gəlməlidir. Və həmin qüvvəyə üstün gəlmək üçün, yəni elektron burada həmin qüvvəyə qarşı iş görməlidir. Və görülən iş metaldan elektronun çıxış işi adlanır. Keçək çıxış işi ilə bağlı kiçik bir məlumata nəzərdən keçirək. Çıxış işi elektronun metalı tərk edərək vakuuma çıxması üçün lazım olan enerjinin minimal qiymətidir. Çıxış işi yalnız metalın növündən asılıdır və elektron metalı tərk etməsi üçün elektronun kinetik enerjisi çıxış işindən böyük və ya ona nə olmalıdır? Bərabər olmalıdır. Əgər kinetik enerji kiçik olarsa, bu zaman elektron metalı nə edə bilmir? Tərk edə bilmir. Bunun üçün elektrona əlavə enerji verməklə həmin metalı, yəni elektronun metalı tərk etməsinə nail ola bilərik. Elektron da metalı tərk etməsi üçün bəs nə baş verməlidir? Elektronlar yüksək temperatura qədər qızdırılır və bu zaman onlar metalı tərk edir. Bu hadisə adlanır termoelektron emissiya hadisəsi. Deməli, belə deyə bilərik ki, termoelektron emissiya hadisəsi çox yüksək temperaturda qızdırılmış metaldan elektronların qopma hadisəsidir. Nəticə olaraq deyə bilərik ki, artıq vakuumda elektrik cərəyanını, baxın, qeyd edirəm bura, vakuumda elektrik cərəyanı yaradıldı, elektronlar vasitəsilə, yəni süni yolla yaradıldı. Nəyin hesabına? Qızdırılmış metaldan qopan elektronların hesabına. Digər səhifəmizdə isə biz vakuum cihazları ilə tanış olacaq. Bu vakuum cihazlarından biri elektron şüa borusudur. Elektron şüa borusunun iş prinsipi termoelektron emissiya hadisəsinə və elektron dəstələrinin xassələrinə əsaslanır. Elektron şüa borusu kompüter, radiolokator, elektron mikroskopu, televizor və başqa cihazların mühüm hissələrindən biri olmuşdur uzun illər. Və nazik elektrik selini, yəni elektron dəstəsini sürətləndirməklə elektrik siqnallarını işıq siqnallarına çevirən vakuum cihazı nə adlanır? Elektron şüa borusu. Digər cihaz isə olacaq vakuum diodu. Vakuum diodu dəyişən cərəyanı düzləndirmək üçün istifadə olunur. İş prinsipi termoelektron emissiya hadisəsinə əsaslanır. Sonra vakuum diodunda çıxış işini hesablamaq üçün, kinetik enerjini hesablamaq üçün baxın istifadə olunan düsturlardır. Sonra hərəkət edən elektronun sürətini, yəni katoddan emissiya edən elektronun sürətini tapmaq üçün baxın bu düsturdan istifadə edəcək. Sonra burada vakuum diodunun şərti işarəsi qeyd edilmişdir. Bax, bu hissə anoddur. Anod həmişə müsbət. Anoddan müəyyən məsafədə katod yerləşir. Katodun altında da közərmə teli var və közərmə teli vasitəsilə katodu qızdırmaqla həmin katoddan elektronlar emissiya edir, yəni elektron katodu tərk edir, anoda doğru hərəkət edir və bu zaman dövrədə nə yaranacaq? Cərəyan yaranacaq. Keçək digər səhifəmizə. Digər səhifəmizdə isə dərslikimizdə olan belə bir elektrik dövrəsini qeyd etmişəm. Deməli, burada vakuum diodudur. Sonra dövrəyə ampermetr qoşulub. Baxırıq birinci şəkildə. Birinci şəkildə ampermetr 0 göstərir, çünki diod mənbəyə qoşulmayıb. İkinci şəkildə isə artıq diod dövrədən cərəyan keçdiyini, ampermetr dövrədən cərəyan keçdiyini göstərir. Bu zaman nə baş verir? Deməli, diod qoşulub dövrəyə. Katod həmişə dövrənin mənfi qütbünə, anod isə qoşulur dövrənin hansı qütbünə? Müsbət qütbünə.
və burada közərmə teli vasitəsilə də katod qızdırılır və qızdırılmış elektronlar anoda doğru hərəkət edir və dövrədə nə baş verir? Cərəyanın yaranması baş verir. Yəni ampermetr dövrədə cərəyanın olduğunu göstərir. Üçüncü şəkildə isə baxırıq ki, üçüncü şəkildə elektrik dövrəsi qapalıdır. Baxın, müsbət mənfi var. Amma ampermetr sıfırı göstərir. Bu isə nə deməkdir? Anod, vakum diodu dövrəyə tərs qoşulmuşdur. Eyni ilə yarım keçirici diodda da belə idi bizdə. Vakum diodu dövrəyə tərs qoşulub. Yəni, katod müsbət qütbə, anod mənfi qütbə qoşulduğundan dövrədən artıq cərəyan keçmir, cərəyan sıfırı göstərir. Və nəticə olaraq deyə bilərik ki, vakum diodu bir tərəfli keçiriciliyə malikdir. Yəni, əks halda dövrədən nə keçmədi? Cərəyan keçmədi. Digər səhifəmizdə isə vakum diodun üçün, ümumiyyətlə vakum üçün voltamper xarakteristikası qeyd olunmuşdur. Burada baxın, cərəyan gərginliyin müəyyən qiymətində cərəyan şiddətinin qiyməti sabit qalır və cərəyan şiddətinin həmin qiyməti adlanır doyma cərəyanı. Doyma cərəyan şiddətinin qiyməti katodun temperaturundan asılıdır və katodun temperaturu artdıqca vahid zamanda emissiya edən elektronların sayı və doyma cərəyanı şiddətinin qiyməti artır. Digər səhifəmiz artıq biz öz DIM test toplumuzdakı testlərdə artıq tətbiqə keçək. Termoelektron emissiya nəyə deyilir? Bilirik ki, sərbəst elektronların yüksək temperatura qədər qızdırılmış metalı tərk etməsidir. Sonra hansı qurğunun iş prinsipi termoelektron emissiya hadisəsinə əsaslanır? Deyirik elektron şüa borusu, digər isə vakum diodudur. Doğru cavabımız oldu. D variantı. Sonra digər səhifəmizdə də baxaq. Məsələn, 3 nömrəli testdə vakum diodunun voltamper xarakteristikası göstərmişdir. Doğru cavab bizdə C variantıdır. Sonra vakum diodunda anod cərəyanını necə artırmaq olar? Anod cərəyanını artırmaq üçün katodun temperaturunu artırmaq lazımdır. Yəni, katodun temperaturunu artırdıqda katoddan emissiya edən elektronların sayı artır. Say artanda nə artacaq? Cərəyan artacaq. 11 nömrəli testdə vakum diodunun şərti işarəsi soruşur. Bu bizdə 3-dür. 12 nömrəli testdə isə vakum diodunda anodu soruşur. Baxın, anod baxın, bu 1-dir. 2 katoddur. 3 isə nədir? Közərmə telidir. Sonra 4, 5, 6, 7, hətta 8-ə qədər olan bu testlər doyma cərəyanın düsturundan olacaq. Məsələn, ki, 1 saniyədə, yəni vahid zamanda cərəyan şiddəti artır. Burada olur bizdə doyma cərəyanı. I doyma bərabərdir NY. Yəni, verilən bütün testləri bu düsturdan həll edəcəksiniz. Məsələn, 4 nömrəli testdə cərəyan şiddətini soruşur. Elektronların sayını verib, elektronun qiymətini verib, uyğun qiymətləri yerinə yazmaqla testi həll edəcəksiniz. Sonra 5 nömrəli testdə isə elektronların sayını soruşur. Eyni tipli testlərdir. Baxaq 14-ün, məsələn 13 nömrəli testdə vakum diodunda katod. Katod burada 2-dir. 14 nömrəli testdə elektron şüa borusundakı elektronlar katoddan hansı hadisə nəticəsində qopur? Deyirik ki, termoelektron emissiya hadisəsi. 15 nömrəli testdə də yenə vakum diodunda, yəni iş prinsipini soruşur. Termoelektron nə olacaq? Emissiya hadisəsi. Sonra 9 nömrəli test. 9 nömrəli testdə kökaltı ifadə hansı fiziki kəmiyyətə uyğunluq soruşulur bizdə. Deməli, 2Y vurulsun U bölünsün M-dir. Burada elektronu biz gərginliyə vursaq, bizə verəcək kinetik enerjini və kinetik enerjini də MV kvadratı bölü 2 ilə əvəz edirik. Yəni, açıq şəkli yazırıq. M-lər iqtisar getdi, 2 ilə 2 getdi. Kök altdan nə çıxdı? V. Deməli, olacaq bizdə, baxın, sürət anoda çatan elektronun son sürəti. Sonra 16 nömrəli test maraqlı bir testdir. Elektron şüa borusunda cərəyan şiddəti 0,12 milliamperdir. Cərəyan şiddətinin qiymətini yazaq. 0,12 milliamper mənfi 3-dür. Bunu qeyd edək. Sonra gücün qiyməti düsturunu verib bizə 0,48 wattdır və elektronun qiymətini verib və bizdən nəyə soruşur? Burada elektronun qazandığı maksimal kinetik enerjini. Gücün düsturunu yazırıq P bərabərdə A bölü T və burada düsturda A-nın yerinə, bir də zamanın yerinə hansı düsturları yazacaq? A bərabərdir kinetik enerjiyə
Zamanı tapmaq üçün cərəyan şiddətinin düsturundan I bərabərdir Q bölü T. Bir də bu düsturdan A-nı tapsaq və yaxud da ki, A-nın yerinə yazılır P vurdu və yaxud da ki, yaza belə YK bərabərdir A-ya, A-nın yerinə yazılır güc vurulsun zaman. Buradan da YK bərabərdir P vurulsun. Zamanı düsturdan tapsaq, Q bölünsün, nə alırıq? Cərəyan şiddəti. Qiymətlərimizi yazaq. Baxın, P-nin qiyməti 0,48 bölünsün 0, cərəyan şiddətinin qiyməti 0,12 vurulsun 10 üstü mənfi 3'dür. Elektron 1,6 vurulsun 10 üstü mənfi 19'dur. Buradan artıq qiymətləri hesablayaq. 0,12 ilə 0,48 x-lər gedir 4 verir. 4'ü 1,6'ya vursak alırıq 6,4. 10 üstü mənfi 3, 10 üstü mənfi 19 bizə verəcək 10 üstü mənfi neçəni? 16'nı. Alırıq hansı variant? A variantı. Keçək 17 nömrəli testdən. Vakum diodunda vahid zamanda katoddan emissiya edən elektronların sayı 3 dəfə artırsa, doyma cərəyanının qiyməti də neçə dəfə artacaq? 3 dəfə artacaq. Baxaq digər səhifəmizdə. Digər səhifəmizdə də elə 18-dən, baxın, 18-dən 21 nömrəli testə qədər doyma cərəyanının düsturundan olan testi. Doyma cərəyanı I doyma bərabərdir N7. Baxırıq buradan. Cərəyan şiddəti elektronların sayı ilə düz mütənasibdir. Elektronların sayı 2 dəfə artırsa, bu zaman doyma cərəyanı şiddəti də 2 dəfə artacaq. Baxırıq 22 nömrəli testə. 22 nömrəli testdə bizdən kinetik enerji soruşur və bizə gərginlik verilir. Bir də elektronun qiyməti verilir. Y kinetik enerjinin qiyməti bərabərdir elektron vurulsun gərginlik. Deməli 20 kilovoltu vuracaq neçəyə? 1,6 vurulsun 10 üstü mənfi 19'a. Alırıq 3,2 vur 10 üstü mənfi 15. 23 nömrəli testdə eyni tipli testi. Baxaq 24 nömrəli testdən. 24 nömrəli test bizdə eləyir Venn diaqramıdır. Uyğun bəndləri müəyyən edirik. Deməli iş prinsipi termoelektrun emissiya əsaslanan cihaz. Hər ikisi, məsələn, osiloqrafın içərisində elektron şan borusu var. Deməli, hər ikisinin iş prinsipi termoelektron emissiyadır. Oxşarlıq bizdə 1'dir. Elektromagnet rəqslərini müşahidə edir osiloqraf. Dəyişən cərəyanı düzləndirmək üçün istifadə olunur. Vakum diodu. Deməli, doğru cavabımız 2, sonlu 3, bir də 1. Doğru cavab oldu bizdə hansı variant? A variantı. Deməli, bugünlük artıq mövzumuz. Burada testlərimiz var. Baxaq 25 nömrəli testdən. Vakum diodunda anod gərginliyini 69% artırdıqda katoda çatan elektronun sürəti necə dəyişər? Deməli, gərginlik 69% artmaq gərginliyin 1,69 dəfə artımı deməkdir. Gərginliklə də sürət arasında əlaqə düsturumuz MV kvadratı bölü 2 bərabərdir elektron vurulsun gərginlikdir. Buradan sürəti tapsaq V bərabərdir kök altında 2YU bölünsün M'dir. Və buradan alırıq ki, elektronun sürəti kök altındakı gərginliklə düz mütənasibdir. Və burada olan düz mütənasib olub. Onda sürətin qiyməti də artacaq. 1,3 dəfə artacaq. 1,3 dəfə isə bəs neçə faiz artım deməkdir? 30%. Yəni yazacaqsınız ki, N çıxılsın 1, vurulsun 100%. Baxaq. Deməli, N-i neçə tapdıq? 1,3. 1,3'dən 1 çıxanda alırıq 30%. Keçək 26 nömrəli testdən. 26 nömrəli testdə isə vakum diodu üçün voltampır xarakteristikası verib. Bir nöqtəsindən 2 nöqtəsi üçün deyir, hansı ifadələr doğrudur? Katodun temperaturu isə sabitdir. Deməli, 1 və 2 nöqtələrində cərəyan şiddətinin qiyməti böyükdürsə, burada anoda çatan elektronların sayı böyükdür. Anoda çatan elektronların sürəti böyükdür. Və sonra isə verir ki, 1 saniyədə katoddan emissiya edən elektronların sayı elədir. Bu da doyma cərəyanının baxın tərifini verir bizə. Cavab olur bizdə 2, 3, 5. 27 nömrəli testimizdə isə çıxış işi verilib. Bizdən də elektronun metaldan qopması üçün minimal sürəti soruşur. A çıxış bərabərdir kinetik enerjinin düsturuna MV kvadratı bölü 2. Buradan V bərabərdir kök altından. Deməli, 2 vurulsun A çıxış. A çıxış bizdə 0,45'dir. 0,45 vurulsun 10 üstü mənfi 18'dir. Baxın, 18 kökün altındadır.
Sonra məxrəcdə də bizdə kütlədir 9 vurulsun 10 üstü mənfi 31'dir. 0,45'i vursak alırıq 0,9. Gəl bu vergili silək. Bunun üzerine yazak. 10 üstü mənfi 19 olsun. 10 üstü mənfi 19. 9'lar ixtisar getdi. Bizə nə qaldı? V bərabərdir. Kök altında 10 üstü mənfi 19. 10 üstü mənfi 31 çıxır kəsirin surətinə müsbət olur. Və olacaq kök altında 10 üstü 12. Bakın kök altında alacaq burada 10 üstü 12. 10 üstü 12'den de alır ki V bərabərdir. Kök altı 10 üstü 6 metr bölünsün saniye. Baxarıq ki cavab mega metr bölü saniyedir. Mega 10 üstü 6 deməkdir. Onda biz alırıq ki V bərabərdir. 1 mega metr bölünsün saniye. Bakın bu da elektronun metaldan kopması için onun minimal sürəti nə qədər oldu? 1 megametr bölünsün saniye. Bugünlük bu kadar. Bugün biz sizinle vakumda elektrik cereyanıyla tanış olduk. Kısaca ne diyebiliriz? Deməli, vakumda elektrik cereyanı süni yolla kızdırılmış metaldan kopan serbest elektronların hesabına yarandı. Sonra iki vakum cihazı ile tanış olduk. Bunlardan biri vakum diyodu, diğeri elektron şüa borusudur. Her iki cihazın iş birisi termoelektron emisyon hadisesine esaslandı. Sonra vakum diyodu bir tərəfli keçiriciyə malik oldu. Yəni diyodun anodu müsbətə, katodu mənfiyə birləşəndə burada artıq dövrədə nə yaranacaq? Elektrik cərəyanı yaranacaq. Sonra vakum diyodunda elektronlar hansı hadisə əsasında qopdu? Yəni qızdırılmış metaldan sərbəst elektronların qopma hadisəsi oldu. Termoelektron emisyon hadisəsi. Sonra elektron metalı tərk etməsi üçün qeyd etdik ki, elektronun kinetik enerjisi böyükdür, bərabər olmalıdır. A çıxış işi. Sonra çıxış işi yalnız asılı oldu metalın nəyindən? Hər bir metalın növündən asılıdır. Bugünlük bu qədər. Növbəti videolarda görüşərik.